Salam əziz tozlular və futbol sevərlər, idman sevərlər, hər birinizi salamlayırıq. Turan futbol xəbərlər olaraq birinci növbədə xahişim olacaq, səhifəmizi takip edirik və keçid alırıq tozla bağlı mühüm xəbərlərimizə, vacib olan xəbərlərimizə. Demək ki, əsas xəbərlərimizdən biri bizim futbolda olan yeni bir uğurumuz var. Bu Tozun Qovlar komandasıdır. Demək, Region Liqasında möhtəşəm nəticə göstərərək qrup mərhələsinin ikinci pillədə başa vurub və playoff mərhələsində vəsiqə qazanıb və artıq playoffda oyunlar keçirilir. Komandamız Qovlar Goranboy komandası ilə ev və səfər oyunları nəticəsinə görə növbəti mərhələyə, yəni ki 16-1 finala yüksəlib. İndi isə komandamızın yeni sınaq gözləyir. Demək ki, Qovlar Ağzabədin Xəzər komandası ilə qarşılaşacaq. Amma burada çox vacib bir məqam var. Qovlar komandası maddi çətinliklərə və sponsor çatışmazlığına baxmayaraq bu mərhələyə qədər yalnız öz əziyyəti və inamı ilə gəlib çatıb. Tozlu iş adamlarına buradan müraciətim olacaq. Allah onların hər birini var eləsin və düşünürəm ki, azərkeşlərimiz ilə eləcə də tozlu iş adamları bu komandaya dəstək olacaqlar. Çünki Qovlar futbolu böyük əziyyətlə bu mərhələyə gəlib və dəstəyə layiqdir. Qovlar üçün dəstək vaxtıdır, necə deyərlər. İkinci böyük xəbərlərimizdən biri Turan Tovuzdan vacib qələbəmiz ilə bağlıdır. Misri Premyer Liqasının 23-cü turunda Turan Tovuz səfərdə Neftçinin qonaq oldu. Böyük əhəmiyyət daşıyan 6 xallıq oyun sayılan bu qarşılaşmada Turan Tovuz qələbə qazanaraq turnir cədvəlinin mövqeyini gücləndirdi. Və bu qələbə komandamızın Avropa kuboklarında gedən yolda daha da yaxınlaşdırır. İnşallah xeyirlisi, təbriklər edirik Turan Tovuz komandasına. Üçüncü bizim xəbərimiz daha vacib xəbərlərimizdən də biri sayılır. Xanımlardan ibarət voleybol komandası bugün öz lider mövqeyini qoruyub saxlayır və düşünürəm ki, komandamıza dəstək olmaq üçün 12 mart 18:00-da Azərbeycan ilə, yəni Bakıda keçiriləcək Azərbeycan ilə oyuna dəvətlisiniz. Giriş sərbəst olacaq. Demək, Bakı Voleybol Federasiyasındadır və gəlin hər birimiz tribunalları dolduraq və komandamıza birlikdə dəstək olaq. Bu qədər əziz dostlar və mən hər birinizdən xahiş edirəm, ümumiyyətcə komandamızı tək qoymuruq, məğlubiyyət olsa da, qalibiyyət olsa da fərq etməz. Biz tozlular hər zaman komandamızın yanındayıq, onlara dəstək və düşünürəm ki, dəstəyimiz əsirgəmək olmaz. Belə bir dövrdə, belə bir vaxtda hər birinizdən xahiş edəcəm, sonunda səhifəmizi takip edin. İnşallah Turan futbol xəbərlərlə bir yerdə qalın. Sağ olun, var olun.